Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə təşkil olunan tədbiri giriş sözü ilə Humanitar Kollecin direktoru Şaban Şəfiyev açaraq son illər ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısından, bunun nəticəsində gənclərimizin dövrün tələblərinə uyğun səviyyədə yetişməsindən və dövlətimizi beynəlxalq və respublika səviyyəli müxtəlif müsabiqələrdə layiqincə təmsil etmələrindən danışdı. Daha sonra 4 nəfər tələbəyə Lənkəran şəhər icra hakimiyyətinin fəxri fərmanları və qiymətli hədiyyələri təqdim edildi. Məlumat üçün bildirək ki, mükafatlandırılanlar arasında Rüfanə Hacızadə Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə əsr olunmuş inşa yazı müsabiqəsində 1-ci yerə, Humanitar Kollecin musiqi şöbəsinin Balaban ixtisası üzrə 3-cü kurs tələbəsi Əlisə Qafarlı, Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə keçirilən Respublika musiqi müsabiqəsinin diplomantı adına, Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə əsr olunmuş Karate üzrə Respublika çempionatında uğurlu çıxışına görə Əli Əhmədov 1-ci yerə və Lənkəran Humanitar Kollecinin musiqi şöbəsinin xor dirijorluğu fakültəsinin 3-cü kurs tələbəsi Aysel Nərimanova Ukraynanın Kiyev şəhərində keçirilən böyük səhnə musiqi müsabiqəsində 1-ci yerə layiq görülüb. Sonra Lənkəran şəhər icra hakimiyyəti başçısının müavini Üfsal Nəsirli çıxış edərək Respublikamızı müsabiqələrdə təmsil edən gənc tələbələri əldə etdiyi nailiyyətlər münasibəti ilə təbrik edib, ölkədə həyata keçirilən gənclər siyasətindən söhbət açdı. Tədbir boyu Aysel Nərimanova, Əlisə Qafarlı və Humanitar Kollecin digər tələbələrinin ifasında müxtəlif musiqi nömrələri səsləndirildi. Aytən Sakit qızı, Elviz Nəsirli, Xəbər xətti, Lənkəran.